hansı G çoxluğunun A çoxluğudur? Biz deyirik ki, əgər A çoxluğunun hər bir elementi B-yə daxildirsə, onda A-ya B-nin alt çoxluğu deyilir. Deməli, biz aşağıda elə bir çoxluq seçməliyik ki, onun içərisində 5, 7, 8, 9-dan ya hamısı olsun, ya da bunlardan hər hansı biri olsun. Deməli, 5, 6, 7, 8-ə baxsaq, bizim çoxluğumuzun içərisində 6 yoxdur. A variantını götürmək olmaz. B variantına baxsam, 9 mənim çoxluğumda var, 8 G çoxluğunda var, 7 də var, 5 də var. Onda cavab eləyəcək B variantı. Rənglənmiş hissəni tapın. Ümumi bu hissəni rəngləsəm, A çoxluğundan B çoxluğunun kəsişməsi olar. Və ümumi bu hissəni rəngləyəndə oldu dedik A ilə B-nin kəsişməsi və C-ni çıxsam bu hissədən, yəni C ilə fərqini tapsam, istənilən yer alınacaq bizdə. Onda olur cavab A variantı. Üçüncü sual. A və B çoxluqları verilib, A-nın B-yə fərqi. A-nın B-yə fərqi odur ki, A-da olsun, B-də olmasın. 1 A-da var, B-də yoxdur. 2 A-da var, B-də yoxdur. 3 A-da var, B-də də var. Olmaz. 4 A-da var, B-də də var. Onu götürmək olmaz. Cavab oldu 1, 2. C variantı. Dördüncü. NA bərabər 2NB və NA birləşir B18, NA kəsişir B3 olarsa NB-ni tap. Düsturumuzdan istifadə etsək, NA üstə gəlinsin NB, çıxılsın N A ilə B-nin kəsişməsi bərabərdir N A ilə B-nin birləşməsinə. Deməli, NB yerinə X qoysam, onda NA-nı alacam 2-ni X-a vuranda 2X. NA-nın yerinə yazıram 2X. Üstə gəl NB, NB-nin yerinə yazıram X. Çıx NA ilə B-nin kəsişməsi 3 dənədir. 3 bərabərdir NA ilə B-nin birləşməsi. 18-ə. 2X-in üstünə X gələndə 3X, mənfi 3 bərabərliyin solundan sağına keçir, olur müsbət. 18-in üstünə 3 gələndə 21. Vurma da yerin dəyişəndə olur bölmə. 21-i 3-ə böləndə eləyir 7. X-in 7 olduğunu tapdım. NB-ni soruşur. NB-yə ilə X demişəm. Cavab olacaq D 7. NA 11-dir. NAB 5 olarsa A-nın B-nin kəsişməsini tapın. NA ilə B-nin kəsişməsi NA çoxluğu çıxılsın NA B-nin fərqinə bərabərdir. NA 11-dir, NAB-nin fərqi 5-dir. 11-dən 5 çıxanda cavab qalır 6. A 2, 4, 6, 8-dir. Kəsişməsində 2, 8 varsa, B çoxluğu aşağıdakılardan hansı ola bilər? Kəsişməsində deməli 2, 8 varsa, deməli B çoxluğunun içərisində mütləq, daha doğrusu, B çoxluğunun içərisində 2, 8 olacaq və 4, 6 ola bilməz çoxluğunun içində. 4 dedim, ola bilməz. 4 ola bilməz. Burada 4 var, ola bilməz. 2, 8 olmalıdır. 4 ola bilməz. Cavab eləyəcək C variantı. Şəklə baxaraq, bu bizdə bu işarələmə A-nın B-yə fərqi deməkdir. A-da olub B-də olmayanları götürsəm, A, B, C, G, F. Məndə 5 dənədir. Y variantı. P, Q və R çoxluqları verilib. Deyir, P ilə R-i kəsişdir. Üzü aşağı olan kəsişmədir. Kəsişmədə ortaq elementləri götürürəm. P ilə R-də mənim ortaq elementlərim, daha doğrusu P ilə R-də ikisində də A var, B var. Olacaq A, B. Və deyir ki, bunu Q çoxluğuna birləşdir. Q ilə birləşdirsəm, bunu A, B, C-də alacam. A, B, C, D. ABCD elementdə P çoxluğunu verir. Cavab olacaq C. KLM çoxluğunun neçə alt çoxluğu var? Alt çoxluğun düsturu 2 üstə N-dir. N çoxluqda olan elementlərin sayıdır. Mənim çoxluğumda 3 dənə element var. Olacaq 2 üstə 3, o da olacaq 8. Y variantı. 10-cu sual. A və B çoxluqları var. Deyir, birləşdir və sayın N sayını tap. Birləşdirsəm 1, 3, 5, 7, 9 A-dakılardır. İndi B-ni də birləşdirək. 4. 5-i təkrar yazmıram. Olsa 5-i bir dəfə yazmışam. 6. 7-ni bir dəfə yazmışam. Daha yazmıram. Oldu 1, 2, 3, 4, 5, 6, 7. D variant. Deyir, A, B-nin alt çoxluğu olarsa aşağıdakilərdən hansı doğru deyil? A ilə B-ni mən
kəsişdirsəm, alacağım A çoxluğunu. A ilə B-ni birləşdirsəm, alacağım B çoxluğunu. Bizə doğru olmayan 1 var burada. 2 var. Deməli 1, 2 səhvdir. Cavab A variantı. Çoxluğu aşağıdakılardan hansı doğru deyil? Deyir A bu daxildir şahisi. M-ə daxildir. Görürəm ki, həqiqətən M çoxluğunda A var. Düzdür. B M-ə daxildir. Həqiqətən daxildir. Düzdür. F daxil deyil M-ə. F yoxdur içərisində, deməli düzdür. C M-ə daxildir. Həqiqətən C var burada. Düzdür. Y M-ə daxildir. Amma baxıram ki, çoxluğumun içərisində Y yoxdur. Deməli bu səhvdir. 13-cü sual. A ilə B-nin kəsişməsində bir dənə var. B-də olub A-da olmayan B-nin A-ya fərqi 12 dənədir. Birləşmə 16 olarsa A çoxluqlarının sayını tapın. Venn diaqramından yəni iki çoxluğun birləşməsindən istifadə etsəm, bu A çoxluğum, bu da olsun B çoxluğum. A ilə B-nin kəsişməsi, yəni ortaq olan elementlər 1 dənədir. B-də olub A-da olmayan olacaq bu isə 12 dənə. Birləşmə ümumiyyətlə 16 dənədir. 1, 12, 13 dənə var. Deməli, A-da olub B-də olmayan qalır 3 dənə. A çoxluğunun alt çoxluğunun sayı istəyir. Əvvəlcə baxıram A çoxluğunda N, A. 3 dənə buradadır. Bir dənə də ortaq edir 4 dənə. Alt çoxluğun düşsün 2 üstü N-dir. Onda 4 dənə ədədim var isə N-i yenə 4 yazıram. 2 üstü 4 edir 16. Y variantı. Sinifdə 30 şagirdin 6-sı heç bir xarici dili öyrənmir. Onlardan 14 ingilis dilini, 15-i fransız dilini öyrənir. Neçə şagird hər iki dili öyrənir. Bayaq yazdığım düsturdan istifadə edəcəm. N-A üstəgəlsin N-B çıxılsın N A-la B-nin kəsişməsi bərabərdir N A-la B-nin birləşməsinə. İngilis dili öyrənənlərə A çoxluğu, fransız dili öyrənənlərə də B çoxluğu desəm, N-A 14 dənə oldu. N-B fransız dilini öyrənən 15 dənədir. Kəsişməsi bilmirəm, hər iki ortaq dili öyrənən X qoyuram. Və ümumi neçə şagird var? 30 şagirddən 6-sı heç bir xarici dili öyrənmirsə, 30-dan çıxıram 6-nı, qalır 24. Deməli, 24 dənə uşaq dil öyrənir. Bərabərdir 24. 14-ün üstü 15 gələndə 29, çıxılsın X 24 eləməlidir. X də bərabərdir 29 çıxılsın 24, o da edir 5. Cavab C variantı. Venn diaqramına əsasən AB çoxluqlarının elementlərinin kəsişməsinin elementlərin sayı da kəsişmədir. Ortada, burada ortaq elementlərimdir. Hər ikisində 4, 5 var. 2 dənədir. B variantı. A 1, 2, 3, 4, 6 çoxluğunun alt çoxluqlarından neçəsi 2, 5, 6 çoxluğunun alt çoxluğudur. Deməli, ikisində də ortaq olan elementlərim 2-dir, 6-dır. Ortaq elementləri ikisində də olacaq. 2 dənə ortaq elementi vardı yenə. 2 üstün alt çoxluğu düsturuna istifadə edirəm. 2 üstü 2 deyir, 4. D variantı. Deyir A fərqi B ilə C-nin kəsişməsi. B ilə C-ni kəsişdirəndə bizə alınır bu hissə. E, C, I ədədlərim. A-nın fərqini tapsam, yerdə qalır A, H, F, B, K. Yəni 5 dənə ədədim, o da deyir D variantı. Aşağıda çoxluqlardan hansı F1, 2, 3, 5 çoxluğu ilə eyni güclüdür? Eyni güclüdürsə, əvvəlcə NF-i tapsam, 4 dənə elementim var, NF 4 dənə. Yəni mən 4 elementli çoxluq axtarıram. O da edir A variantı. 4 dənə element var içərisində. 19. A ilə B-ni birləşməsi 12-dir, kəsişməsi 3-dürsə, NA üstəgəl NB-ni tap yenə. NA üstəgəlsin NB çıxılsın N A ilə B-nin kəsişməsi mənə verməlidir N A ilə B-nin birləşməsi. Gördüyünüz kimi bu düsturdan neçə dəfə istifadə etdim. Bunu əzbərləmək lazımdır. N A üstəgəlsin N B çıxılsın kəsişməni 3 verib, bərabər birləşməni də verib 12. Onda olacaq N A üstəgəlsin N B -3 bərabərliyinin solundan sağına keçəndə olur müsbət. 12-nin üstünə 3 gələndə eləyir 15. Cavab C variantı. Çoxluqların kəsişməsini tap. Kəsişmə ortaq elementləri götürəcəm. Hər ikisində 3 var, hər ikisində 4 var. 3 və 4. Cavab C variantı.